əbədi yaşayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Almaniyanın Stuttgart şəhərində növbəti Azərbaycan evinin və evin nəzdində həftə sonu Azərbaycan məktəbinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin müşaviri Samir Rızayev, Türkiyənin Stuttgartdakı baş konsulu Makbulə Koçak-Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin, həftə sonu məktəblərinin açıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan evləri, həftə sonu məktəbləri, o cümlədən ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ onlayn məktəbləri 3-cü, 4-cü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Təbii ki, başlanğıcda biraz həyəcan var, həm uşaqlarda, həm mən özümdə. Biz bu yola çıxmışıq, bu yolumuz asan deyil, amma uğurlu olacaq. Bilir ki, sən mənimsən, yoxdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayılarmə, gönül canam, Azərbaycan, Azərbaycan. Qeyd edək ki, Stuttgart şəhərində açılan Azərbaycan evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan evi fəaliyyət göstərir. Eyni zamanda 24 ölkədə 90-dan çox həftə sonu Azərbaycan məktəbi mövcuddur.